Elvin, gəlib sən də baxarsan buna. Gör bu misdir, yoxsa salam. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizlərə bir dənə köhnə də deyə bilərəm, amma əsl bir bağ təqdim edəcəm bugün. 27 sotun içərisində qiyməti də deyəcəm 630 min start qiymətdir. Bugün mənə bir müştərim zəng eləmişdi. Deyir ki, mən sizə baxıram videolarda dəqiq yer demirsiniz. Hansısa videoda ola bilər, mən hansısa evin dəqiq yerini deməyim. Amma hər zaman çalışıram ki, evləri harada yerləşirsə, dəqiq yerləşmə yerini deyirəm. Hətta elə vaxt olur ki, mənlə işləyən uşaqlar deyir ki, sən uca küçələri falan, mestapolajını, hər şeyi göstərirsən. Başqa nə qaldı ki? Mən elə vaxt olur ki, küçələri də çəkib göstərirəm. Mən bugün hal-hazırda Baba Əliyev küçəsindəyəm. Düzdür, Natiq? Bura Baba Əliyev küçəsidir. Mərdəkanın tam mərkəzidir. Mərdəkanın ən hündür bir ərazisidir. Demək olar ki, burada köhnə bağların yerləşmə yeridir. Burada bağlar olanda bəzi yerlərdə nə villalar, nə bağlar yox idi. Amma bu bağlar var idi. Bu bağlar köhnədən qalan bağlardır. Bu bağların indiyə qədər qədrini bilib saxlayan insanlar var. Ev sahibləri var. Maşallah olsun. 2 mərtəbə 8 otaqlı evdir. 27 sotun içərisində inşa olunmuş. Baxın, həyəti belədir. Görürsünüz? Gözəl bir həyəti var. Həyətində hovuz da var. Onu da göstərəcəm sizə. Tam mərkəzdə belə bir şəlaləsi var. Ev monolit betonla inşa olunub. Əlbəttə ki, bilirsiniz ki, o vaxt tikilən evlər, indi də tikilən evlər hamısı keyfiyyətli olur. Ola bilər içərisində keyfiyyətsiz. Ona da ki, biz qərar verə bilmirik. Gəlirsiniz, baxırsınız, inşallah hər bir müştərinin yanında ustası olur, yoxlatdıra bilər. Bir də ki, biz özümüz də hansı ev keyfiyyətlidirsə müştəriyə deyirik. Sol tərəfdə üstü bağlı belə bir manqal var. Manqal inşa olunub. Evin qarşısıdır. İkinci mərtəbədə eyvan, qarşısında da belə bir verandası var. Sonra buradan keçirəm. Gəl Elvin, gedək. Buradan hovuzu da göstərim. Oradan belə gəlir küçəyə. Bax, bu həyət bütöv olaraq bax belə açılır. Bütöv olaraq. Burada filtrli hovuzu var, işlək vəziyyətdədir. Hətta filtrli yoxu, daşıma hovuzu var. Tam işlək vəziyyətdədir. Yəni yayda qoş işlədir. Qoş işlədir. Yəni hamısı işləyir. Əlavə olaraq meyvə ağacları, həyət maşallah görürsünüz nə boydadır. Mən hamısını çəkəcəm, bir hər bir şeyi göstərəcəm sizə. Həyətin su quyusu da olmalıdır deyəsən, hə? Var, həyətdə su quyusu var. Hansı ki 65-70 metrdən şirin su çıxır. Çünki biz Baba Əliyevdə təmir edən evdə quyu qazdırdıq, 75 metrdən şirin su çıxdı. Yəni 75 metrdən burada da var həmən quyudan. Sonra gəlirik evin yan hissəsində, baxın, üstü bağlı belə bir 100 nəfərlik, yəni ad günləri, məclislər etmək üçün belə bir söhbətgah var burada. İndi bilirəm, oradan bizim bəzi müştərilərimiz var, axır zamanlar söhbətgaha da ilişirlər. Söhbətgah deməkdir elə. Bisetka demirəm ki, vaxtında bisetka deyirdim, deyirdilər ki, bisetka rus sözüdür. İndi də dəyərli izləyicilərimiz, söhbətgah deyirəm. Burada da belə bir köhnə su ambarı var. O vaxtı su ambarı hamısı belə üzdə tikilirdi. Yerin üstündə, yerin altında deyildi. İndi hal-hazırda bütün su ambarları hamısı yerin altında tikilir. Bu da ki qarajdır, hə Natiq? 2 maşınlıq qarajı var. İçərisində hal-hazırda yaşayış var. Hamısı işıqlar da yanır hamısı, bax. Bəli, içərisində yaşayış var. Bacardığımız qədər çəkib hər yeri göstərəcəyik sizə. Həyətdir də, geniş böyük həyətdir. Xoşunuz gəlmirsə, sökün bunun içərisində bir dənə zıppıltı dillər, nə dillər, top dağıtmayan bir dənə qəşəng bir villa tükün. Yer çox qəşəngdir. İnanın Allaha, bax, bilərəkdən deyirəm. Bunun yanında bir dənə torpaq var. Biz özümüz, mən özüm, Ayaz, Süleyman, Natiq, hamımız yığışıb gəlib o yerə baxmışdıq, oranı almaq istəyirdik. Həmən torpaq, bundan hasar qonşudur. O torpağın qiyməti bugünkü gündə 27 min manatdır. Yəni bura torpaq qiymətinə demək olar ki, təklif olunur. Həyətdə olan sanitar qovşaqlarda, hamamdır, tualetdir, hər bir şey var. Su çəninə baxmayın. Yəni ki, burada ərazidə sudur, qazdır, internetdir, hamısı daimidir. Sən o da çək, Elvin, o da var. O da çək görünsün. Əncil ağacı köhnə, maşallah, tut ağacları, nə yoxdur ki? Burada hər bir şey var həyətdə. Bütöv yaşıllıqdır da, yəni. Yenə deyirəm, deyərsiniz ki 630 min,
bura açın bahadır, ev köhnədir. Mən torpaq təklif edirəm sizə, ev yox. Qiymətə baxaraq. Keçək evin daxilinə Elvin, gedək. Gəl, Elvin, sən bir də buralarda görsən, həyətdə oturmaq üçün burada hər şey var ha. Öz hamısı təzədir, taxtadan, qəşəng. Gəl evin içərisinə, evdə yaşayış var da, bilirsiniz ki, ev tam yaşayış olan evdir. Keç. Mətbəxi sonda çəkərik Elvin. Deməli, biz hal-hazırda keçirik evin içərisidir. Bax, evin içərisində belə, bax, maşallah, kamen də var, kamen yanır deyəsən. Bir yataq burada var. İkinci yataq burada var. Belə bir qarşıda dəhlizdir. Dəhliz kimi, kiçik bir salon kimi fikirləşə bilərsiniz. Buradan qapı gəl, buradan çıxaq Elvin. Buradan belə bir qapı var. İkinci mərtəbəyə çıxan pilləkən qəfəsinin yanına. Burada birinci mərtəbənin sanitar qovşağı yerləşir. İkinci mərtəbədə də var 3 dənə sanitar qovşağı var. Buradakı pilləkənin altında bütün olaraq dolabda əşya, pal-paltar asmaq üçün. Keçəcək, bax, bu qonaq otaqdır. Geniş, böyük bir qonaq otağıdır. İndi isə buradan keçəcək, mətbəx otağını göstərəcəm sizlərə. Ümumi giriş hissədir, giriş qapısıdır. Buradan keçdim, sağ tərəfim mətbəxdir, sol tərəfim geniş qonaq otağıdır. Orada da gördünüz, 2 yataq otağı yerləşir. Keçəcək, mətbəx otağını göstərim, sonra qalxaq ikinci mərtəbə. Ya, evin içərisi görsən, maşallah, çox qəşəngdir. Səliqəlidir, işıqlıdır. Bax, bura isti döşəmədir, mətbəx. Mətbəxdə də ki, maşallah. Yəni, bugünkü günə nə lazımdırsa, hər bir şey var istifadə üçün. Qalxaq ikinci mərtəbəyə Elvin. Gedək ikinci mərtəbəyə. İkinci mərtəbədən də çəkək, göstərək. Buyurun. Geniş, qəşəng, bax, maşallah. Pilləkən o qədər rahatdır, bura bax, Elvin. Gör nə qəşəng qalxmaq, pilləkən çox rahat. İkinci mərtəbə, maşallah. Köhnə evlərə, nə bilim, nə deyim. Bu əşyalar, burada olan bu abu-hava, burada olan bu genişlik, işıqlıq, nəyə desin dəyər, inanırsınız. Çox xoşladım buranı. Çox, hə Elvin, çox qəşəngdir, çox gözəldir. Köhnə mebellərdir, hamısı keyfiyyətdir. Gəl bura, bax burada deməli hamam, tualet, jacuzzi. Burada ayrıca çamaşırxana var. Burada gör nə qədər əşyalar yığılıb. Hər bir şey burada yerləşir. Quruducudur, paltar yuyan maşındır, soyuduculardır. Pilləkən qəfəsi çox qəşəng, genişdir. Pilləkən o qədər rahatdır ki, inanırsınız, yaşlı adamlar da ondan istifadə eləsə heç bir narahatçılıq olmaz. Sonra keçirik. Burada yataq otağıdır, geniş, böyük bir yataq otağıdır. Bura elə demək olar ki, salondur. Böyük, geniş bir salondur. Orada da stollar, iş otağı. Burada da bir otaq var. Əşyalar yığılıb. Burada da yenə yataq otağıdır. Hər şey mövcuddur. Bir də ki, burada belə bir qapı var, seyf qapıdır. Bu da ki, evin qarşısına olan eyvana çıxışdır. Açıqdırsa göstərəcəm. Hə, gəl, Elvin, çıxma. Buradan elə belə ayağım şeydir, soyuq olar. Maşallah, bu da ki, evin qarşısında olan eyvan. Gəl, keçək içəri, buyur. Geç içəri. Bir daha ev haqqında məlumat vereyim. Əziz və dəyərli izləyicilərimiz, bu evimiz, yenə deyirəm, torpaq qiymətinə sizlərə təklif olunur. 630 min start qiymət, yaxşı endirim olunacaq 27 sot. 450 kvadrat. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün.